Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve khâru nâsirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Qolmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman, rəhim olan Allahın adıyla. Allahın salam və salavat olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Hədis anlama metodu dərsində 19-cu video, bugün 11 fevral 2026-cı il. Bizim dedik, bu əvvəlki dərslər bunu tanışlıqdır. Bugünkü də həmçinin. İnşallah gələn dəfədən ki, bizim dərs düşəcək 6-cı günə. Biz artıq başlayacaq biz o elmi bəhslərə. İlk addımlar. Bu hədis anlama metodu fakültəsində ilk addımlar dövrü olub. Bir dövr olub ki, orada alimlərimiz, dəyərli alimlər bu barədə bir addımlar atıblar. Nə kimi addımlar? Mən inşallah olaraq qeydləyəcəm. Bu müddətdə Qurandan sonra İslam Peyğəmbərinin hədisləri əsl mənbə ünvanında qələmə verilirdi. Qurandan sonra. Və Peyğəmbərimizin sözləri cəmaata mərhələ-mərhələ ötürülürdü. Və bu hədislərimizin hansı etibarıdır, hansı etibarı deyil, bu barədə məlumatlar verilirdi ki, hər hədis hələ Peyğəmbər adına deyilə bilər. Siz hamısını qəbul etməyin. Bəzi var ki, Peyğəmbər adını deyilsə də etibarı olmaya bilər. Bəs bu hədislərimizin, Peyğəmbərimizin hədislərinin nəqli, yəni ki, demək, deyilməsi və onların izahı kim tərəfindən baş tutdu? Təbii ki, birinci imamımız İmam Əli əleyhissalam tərəfindən. Bir dərs var, hədis ilminin özü. Oradan oxuyacaq biz gələcəyə, bu dərs keçəcəyik. Çox güman gələn semestrlərdə. Hədis ilmində bir məsələ var ki, 3 xəlifənin dövründə hədislərin yazılması və deyilməsi qadağan edilmişdi. Ancaq Quran kifayətliyir bizə. Belə bir şüar ortaya qoymuşlar, çox təəssüf. Əli əleyhissalam təşəbbüsü ilə Peyğəmbərimizin hədisləri deyilirdi və təfsiri də edilirdi. İmam Əlinin qabağında bir söz deyə bilmirdilər. Həm güclüdür, həm elmli şəxsdir. Amma müəyyən olanlar sahabələr, onlar biraz sıxışırlar ki, sən hədis söyləmə ümumiyyətlə. Bax, mən burada yoxdur, bu düşüyəm, deyim. Bəlkə demişəm sizə, dəqiq demişəm, belə deyiləm. Fəzilətli insanlar adı ilə, fəzilətli insanlar barəsində deyilən hədislərin deyilişi qadağan edildi. Fəziləti olmayan adamlar haqqında saxta hədislər deyilməyə başlandı. O qədər hədis uydurdular, məsələn, Muaviyyə barəsində. Amma o da hədis vardı, Əli əleyhissalam barəsində yoxa çıxartdılar ki, o deməyin. Amma Muaviyyə barəsində deyin. Muaviyyə elədir, belədir. Əgər hədis qadağandırsa, bəs o haqqda niyə deyilir? Qadağan deyilsə, bəs niyə danışılmır? İmam Həsən, İmam Əli əleyhissalam barəsində o hədislər qeyd edilmir. Gedin baxın Əhl-i-Sünnənin kitablarına. Barmaq hesabı hədisdə və xanım Fatimədən ki, Peyğəmbərin qızıdır, o elmli şəxsidir, xanım Fatimə. Barmaq hesabı 9 və 10 dənə mənim yadımda qalan hədislər var. Məndə kitab var, hədis dərsi ərəb farsında. Barmaq hesabı hədislər və xanım Fatimə belə buyurdu. 5 dənə hədisdir, bəs o burslar amma nə qədər qeyd edirlər, niyə, nə marağı var? Həzrət bu ünvanda bu mirasın bir qoruyucusu idi. Miras nədir? Peyğəmbərimizin gözəl kəlamları. Ki, xüsusi sahabələrə icazə vermiş ki, hər sahabəyə yox. Xüsusi tələbələr var da, var tələbələr, möminlər və xüsusi tələbələr. Onlar daha özəldir, daha etibarlı, imanlı, elmli şəxslərdir. Bax, burada da o söz deyir. Xüsusi sahabələr var idi ki, İmam Əli əleyhissalam onlara icazə vermişdi ki, siz hədis söyləyə bilərsiniz və hədisi siz izah eləyə bilərsiniz. Və deyir cəmaata ki, ay cəmaat, məhz bu adamlardan soruşun. Onlar həm elm əhlidirlər,
həm iman əhlidirlər, həm də mən icazə verirəm ki, onlardan soruşasınız mənasını və izahını da. Mənim icazəm var ki, onlar eləyəsiniz nə? Müraciə. Ta bu doğru olan, doğru olmayanları siz ayırd biləsiniz. Səlim İbn Qeys, bunun kitabı var da görmüsünüz. Səlim İbn Qeys. Rivayət olunur ki, bu Səlim gəlir İmam Əli İslam yanına, deyir ki, mən Salmandan, Miqdaddan, Əbu Zərdən Quran-Kərimin təfsiri barəsində və hədisləri barəsində çox şey öyrənmişəm. Peyğəmbərimizin hədisləri, Quran-Kərimizin ayəsinin təfsiri, Peyğəmbərdən, nə bilim, Əbu Zərdən, Salmandan, Miqdaddan ki, bilirsiniz, böyük mömin şəxslər olublar, çox şey öyrənmişəm. Amma indi cəmaatın dilində əzbər olan bu hədisləri eşidirəm, baxıram ki, uyğun gəlmir. Salman, Miqdad, Əbu Zər, Peyğəmbərin hədislərini, Allahın ayələrini, əsas hədisdir, hədislərin mənə deyirdilər, öyrənirdim, bilirdim, indi də bilirəm. İndi cəmaat da mən hədislər deyirlər ki, baxıram, uyğun gəlmir, ziddiyyət var. Fərqli məsələlərdir. İmam sonra buna buyurur ki, yəni İmam bir növ sual verir də, kim ki Allahın adına üçün hədis İmam Peyğəmbər cümləsidir və o da gəlir hardan? Vəhiy yolundan ki, bunlar öz başına bunu deməzlər. 4-cü, 3-cü ayə Nəcm surəsində Peyğəmbərin hər dediyi nədir? İlahi vəhidir. Deyir, bunlar beləncə öz başlarına hədisi təfsir deyirlər. Çünki hədis isə İmam Peyğəmbər və birbaşa Allah sözü olduğu üçün hədisdə var demişəm, inşallah oxuyacaq biz təfsir ilmində kim Qur'anı öz başına izah eləsə ilə cəhənnəmdir. Bu arada qəsdən belə eləyirlər, yoxsa hər hansı bir səlahiyyətləri var, yoxsa sizin icazəniz var ki, cəmaat belə desinlər. İmam deyir ki, bunların danışığı yalandır. Cəmaata sən fikir vermə. Bunlar bilmirlər, hansı hədis ümumidir, hansı xüsusidir, hansı möhkəmdir, hansı mütəşabihdir, hansı nasixdir, hansı mənsuxdur. Bunları bilmirlər. Və o deyən adamların özlərinin də hafizəsi qüvvətlidir, zəifdir. Sonra bilələşdən hədisi səhv deyil, bilmələşdən hədisi səhv deyil. Bunlar da həm o cəhətdən özlərinin problemi var, həm də ki, hədisi söylürlər, o cəhətdən bunların elmsizliyi var. Həm gələ özü adam etibarlı olsun, həm dediyi söz qüvvətli olsun. Çalış olar sən fikir verməyəsən, olar sən qulaq asmayasan. Çünki deyir, inşallah oxuyacaq biz gələn dərslərimizdə deyək, hədis elmində, bizim dərsimiz hədis elmi deyil, hədis anlamadır. Hədis elmində var, ravilərin sifətləri var. Məsələn üçün, siqə, yəni ki, çox güvənli bir insan. Bir də var ki, kazibdir, yalancıdır.